Salam, xoş gördük. Bayaq baxıram, məsələn, biyan kökü bitkisi haqqında geniş məlumatlar var. Məsələn, Azərbaycan jenşini adlanır. Glisiriza glabra, glisirizin maddəsi var tərkibində. Həm də o sözün mənası şirin kök deməkdir. Azərbaycanda çox yayılmış bir bitkidir. Şirin biyan kökü həm də öz kilo əleyhinə təsir göstərə bilir, həm də bəzi araşdırma nəticələri var. Onların da nəticələrinə baxıram. Biyan kökü adətən bronx yollarının xroniki bronxit və asmatik bronxit zamanı istifadə olunan bitkisi sayılır. Biyan kökünün dəmləməsi də rahatdır. Bir xörək qaşığı götürüb bir stakanda dəmləyib 2 dəfə yeməkdən əvvəl istifadə edə bilərsiniz. Həm də biyan kökü insanı stimullaşdırır, immuniteti artırır, bronx yollarını təmizləyə bilir. Mədə üçün də yaxşı selektiv təbəqə yaratdığına görə müsbət təsirləri var. Şirin biyan kökü kimlərə olmaz? Şirin biyan kökü yüksək təzyiqdə olan insanlara məsləhət görülür, təzyiqi qaldıra bilər. Bir də bəzi hormonal dərman preparatları da qəbulu məsləhət görülmür. Çünki börək üstü bəz üzərindən təsir göstərə bilir. Hətta allergik bronxiti belə aradan götürə bilir. Biyan kökünü istifadə etməyi tövsiyə edirəm. 1 yaşından yuxarı istifadə edə bilərsiniz. Hamilə naxırlı trimestrində olmaz, tonslandırıcı təsirlərə malikdir.